Selamlar. Azərbaycan türkçəsinin əlifbasının son bölümünü görürsüz. Birinci hərf S hərfidir. Latincədə E ilə yazılır. Sol kimi. O birisi hərf Ş hərfidir. Bunu da E ilə göstərirlər Latincədə. Altına bir yarım girdənə çəkirlər. Onlar Ş başmaq kimi. O birisi hərf T hərfidir. Təndir kimi. O birisi hərf U hərfidir. Latincədə bunu U ilə göstərirlər. Amma ərəbcədə V yazacaq, üstünə bir balaca şəkildə yenə V yazaq. Əlbəttə lazımdır bu balaca V hər yerdə yazaq. O yerlərdə ki, mümkündür demağında iştibah edək, orada yazmalıyıq. Su kimi. O birisi hərf Ü hərfidir. Bunu latincədə U ilə göstərirlər, üstünə 2 dənə nöqtə qoyurlar. Ərəbcədə V ilə göstərirlər, üstünə bir balaca 7 kimi şəkil çəkirlər. Ürək kimi. O birisi V hərfidir ki, bunu sadəcə V ilə göstərmək olar, vurmaq kimi. O birisi hərf Y hərfidir. Latincədə bunu V ilə göstərirlər, yaş kimi. Son hərfimiz Z hərfidir ki, latincədə bunu Z ilə göstərirlər. Buna da bir söz siz mənə yazın.